rayon ərazisində yerləşən Tulantı poligonunda tulantların yandırılması ilə bağlı mediadan daxil olan şikayət əsasında 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb və fakt təsdiqini tapıb. Ekologiyası xəbər verir ki, idarənin rəisi Oqtay Şahmurov bildirib ki, yanğın məişət tulantları mövcud qanunvericiliyin tələb və qaydalarına uyğun idarə olunmaması və qabaqlayıcı tədbirlərin görülməməsi səbəbindən baş verib. Faktla bağlı poligonun idarə edilməsinə cavabdeh Bərdə Kommunal Təsərrüfatı İdarəsinin direktoru Natiq Qasımov barəsində protokol tərtib edilib və o vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub. Poligonda tullantıların düzgün idarə olunmamasının təmin edilməsi və gələcəkdə belə halların təkrarlanmaması məqsədi ilə Bərdə Kommunal Təsərrüfatı İdarəsinə ekoloji tələb verilib. Eyni zamanda mövcud vəziyyətlə bağlı Bərdə rayon icra hakimiyyətinə müraciət olunub. Ətraf mühitin mühafizəsinə həssas münasibət göstərən vətəndaşlarımıza təşəkkür edir və bu kimi hallarla rastlaşdığınız zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 çağrı mərkəzinə müraciət etmələrini xahiş edirik. Rəna Rövşən qızı, BTV.